Bizim o dostlarımız ki deyirlər, biz ölüyə Quranı oxumuruq, onun ruhunu oxuyuruq. Və yaxud da deyirlər ki, biz onu ölü üçün oxumuruq, biz ölüyə onun savabını göndəririk. Biz də onlara təkrar cavab olaraq deyirik ki, insan az öncə oxuduğumuz ayədəki keçən Allah Taala mübarək sözlərində Nəcm surəsində Allah Taala buyurur ki, insana qalan öz əməyi, öz zəhməti olacaqdır. İbadətləri insan özü bu dünyadan edib aparmalıdır. Təzədən sual yarana bilər ki, bəs Peyğəmbər sallallahu əleyhi və səlləm icazə verib axı ölünün yerinə oruclarını tutmaq, əgər onun qəza orucları varsa, kəffarəsi varsa, həcc eləmək, ömrə eləmək. Biz də deyirik ki, bəli, Allah və Rəsulü nəyi deyibsə biz də onu deyirik. Və Allah və Rəsulü haracan gəlibsə, harada dayanıbsa biz də orada dayanırıq. Bəli, oruç tutan insandır, qəzası qalıb. Deyirik ki, onun varisləri onun yerinə orucunu tutsun. İbadət əhlidir, həcc və yaxud da ömrə eləməyə imkanı olmuyor. Deyirik, onun varisləri imkanı varsa onun yerindən həcc və yaxud da ömrə ziyarəti etsinlər. Yoxsa adam sağlığında heç vaxt Quranın üzünü açmayıb, onun nə Quran oxumağın ona faydası var ki? Quran-ı Kərim Allah Taala dirilər üçün göndərib ki, dirilər onu oxusun, öz həyatlarında tətbiq eləsinlər. O ki, qaldı demək ki, biz onu oxuyub savabını göndəririk. Demək, ibadətlərin qəbul olunması üçün şəriətimiz iki şərt qoyub. Birincisi, niyyət. Ki, xalis Allah üçün olmalıdır əməl. Bu xüsusda da Uca Allah Taala Quran-ı Kərimdə Bəyyinə surəsində buyurur ki, bizdən öncəki hətta ümmətlər barədə وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللّٰهَ مُخْلِصِينَ لَهُ الدِّينَ. Onlar da dini yalnız Allah'a xalis edərək ibadət etməklə əmr olunmuşdular. Demək, ibadətlər xalis Allah üçün edilməlidir. İkinci şərti odur ki, ibadətləri xalis etməklə yanaşı Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sünnəsi üzərinə, onun əməllərinə müvafiq bir tərzdə eləməliyik. Bu xüsusda da Allah Rasulü sallallahu aleyhi və səlləm ondan gələn hədislərdə bu sözləri demişdir. Mən əmələ amilən leysə aleyhi əmruna fəhəvə rad. Kim ki bizim üzərinə əmrimiz olmayan bir əməli edərsə, o əməl ondan rədd olunar. Demək, ibadətlər Peyğəmbər sallallahu aleyhi və səlləmin əmri üzərinə deyilsə, onun sünnətinə müvafiq deyilsə, o əməl rədd olunur. Baxarın görə Peyğəmbər sallallahu aleyhi və səlləm ölü üçün Quran oxuyub, yəni sizin dillə desək, oxuyub savabını göndərib, deyirik, xeyr, göndərməyib. Onun səhabələri, sevimli əhl-i beyti eləyib, eləməyib. Demək, bu əməlin sələfi yoxdur. Yaxşı desələr ki, bəzi məzhəblərdə və yaxud da bəzi alimlərdə, hansı ki, Şeyxülislam İbn Teymiyyə də bu məsələdə dəlil gətirirlər ki, icazəli görüb, Quran oxuyub savabını göndərməyi. Və biz də deyirik ki, dəlili nədir həmin alimlərin? Deyirlər ki, alimlər qiyas edirlər. Biz də deyirik ki, ibadətlərdə qiyas yoxdur. İbadətlər tovqifiyyədir. Yəni, bəlli dəlillərlə, naslarla kifayətlənilir. Əgər o ibadət barədə, onun o tərzdə edilməsi barədə məxsusi bir dəlil varsa, başımız üstə, gözümüz üstə. Yoxdursa, onu deyən nə qədər böyük, bizə əziz olan alim olursa olsun, Allah və Rasulunun sözü bizim üçün hər kəsdən, hər şeydən əzizdir və